Deməli, Azərbaycanda 1929-cu ildə baş katib vəzifəsi təyin olunur ki, uşaqlar 29-33-cü illər ərzində dedilər ki, bizə kim deyər uşaqlar, Azərbaycanda bu vəzifəyə kimlər təyin olunurdu ancaq? Buyurayam. Emsal təyin olunurdu. Doğrudur. Emsal kimdir bəs? Emsal xaricdən idarə etmək üçün göndərilən adamlara deyil. Düzdür. Dedilər, sizin savadlı kadrınız yoxdur, özünüz idarə edə bilmirsiniz, avvamsınız, cahilsiniz, sizdə biz bir doğru düzgün adam seçmədik. Axır ki, 29-cu ildə İlahə bu vəzifəyə kim təyin olunur? Mirzə Fərqarov. Doğrudur. 29-dan 33-ə qədər. Emisarlar 33-dən bəli, 53-cü ilə qədər Mirzə Fərqarov. Doğrudur. Yadınızdadırsa biz keçən dərslərimizdə demişdik ki, bütün baş katiblər üçün bir əsas oxşar cəhətimiz var ki, burada da oxudunuz ki, bütün baş katiblərin dövründə bir əsas oxşar cəhət var. Kim deyər uşaqlar, səs açıb deyə bilərsiniz? Moskvadan asılıydılar. Yəni birinci baş katibdən asılı olar sistemi katibinin. Aha, bu bir. İkinci əsas məsələ, hər birinin dövründə ermənilərin Azərbaycanlara qarşı ərazi iddiaları olacaqlar. Bu, bütün katiblərimiz üçün oxşar cəhətdir. Hətta Nəriman Nərimanov dövrünə dair edə bilərik biz bunu. Yaxşı, Zeynəbdən başlayaq. Zeynəb, burada deməli biz 45-ci ildən başladıq, düzdür? Mövzu 45-60-cı illər idi. Bəs yaxşı, 2-ci Dünya müharibəsindən sonra, gəl baxaq görək, sakit durmayın. 2-ci Dünya müharibəsindən sonra Azərbaycanda iqtisadi vəziyyət necə idi? Səs aç, Zeynəb. Azərbaycanda elə ki, sənaye inkişaf edirdi. Müharibə pis təsir göstərmişdi. Aha. Neft azaldığı üçün elə ki, yeni neft quyularından istifadə edirdilər. Ona görə ilk dəfələr Xəzərdən neft çıxarmağa başlandı. Açıq dənizlərdə neft estakadalar nə zaman quruldu? Yəni neft daşları. Neft daşları 1949-da. 48-ci ildə. Nə zaman burada neft fontan vurdu? 49-da. Ağlı, qəşəng düzdür. Deməli, Təhmaris nə zaman açıq dənizdə neft fontan vurdu? 49-da. Bu müharibə 2-ci Dünya müharibəsi dövrünə aiddirmi? Xeyr. Xeyr, aid deyil. Nuray Sultanova neft daşları neçənci ildə quruldu? 48-ci ildə. Düzdür. Bəs yaxşı, fontan üsulu. Bax, açıq dənizlərdə fontan üsulu neçənci ildə idi? 49-cu ildə. 49-cu ildə. Ayan, bəs yaxşı, açıq dənizlərdə bildik. Yadınızdadırsa bizim bir də qurudan neftdən fontan üsulu var idi ki, buxar mühərrikləri. Yox, fontan üsulu, buxar üsulu başqa idi. Bəli, 70-ci illər, 73-cü ildə idi. O, quruda fontan üsulu, açıq dənizlərdə fontan üsulu 2-ci Dünya müharibəsi dövrünə aiddir desəm? Yox, aid deyil, 49-da olur. Bax, testlərin bir çoxunda, Dimin test toplusunda, bir çox testlərdə qəsdən deyir ki, açıq dənizlərdə neft daşları və ya da neftin fontan vurması müharibə dövrünə aiddir, yanlışdır, götürmürsünüz. Keçək birdən Azərbaycanda demişdik ki, sənayələşdirmə dövründə iki əsas sahəyə önəm verilirdi ki, bunlar hansılar idi ayan? Neft sahəsi, bir də energetika sahəsi. Düzdür. O zaman Səkinə bizə deyəcək, Səkinə, yadınızdadırsa biz əvvəlki dərslərimizdə keçmişdik ki, sənayələşdirmə dövründə Azərbaycanda hansı istilik elektrik stansiyaları işə düşdü? İlk vaxtlarda İES-lər. 3 dənə İES-imiz var idi. Ülfət, buyur. Deməli, 1922-28-də açılmışdı. Biri Səyyandaydı, Qaragənin indiki Füzuli ərazisi idi. Bir də ki, Muxada. Doğrudur. Salyan, Qaryagir, Muxa. Nuray Hüseynova təkrarına görə haradaydı İES-lər? Salyan, Qaryagin, yəni indiki Füzuli ərazisi, bir də ki, Muxa. Yəni Şəkər ərazisi. Düzdür. Buradakı həmin elektrik stansiyaları su yoxsa istilik elektrik stansiyası idi? İstilik elektrik stansiyası. Düzdür. Bəs yaxşı, Səkinə, indi su elektrik stansiyaları neçənci ildə fəaliyyətə başlayır? Mən 49-da deyirsən. Biraz da fikirləşək, Mingəçevirək, əgər Nur şəhərinə qonaq getmisənsə, görəsən ki, ora nə yazılır? 53. Buyur Leyla, xeyr. 54-cü ildə idi, doğrudur. Deməli, Leyla, 54-cü ildə Mingəçevirdəki SES tək deyildi. Başqa hansı zavod fəaliyyətə başlamışdı? Bir də dağ kəsəndə bir saflaşdırma kombinatı açılmışdı. Doğrudur. Bunu yadda saxladıq. Bəs yaxşı, Mehriban, sən bizə deyəcəksən, Qafqazın ən böyük su elektrik stansiyası?
Qafqazın ən böyük o da 54-dədir, o da Hansı? siz. Hansı ses? Harda yerləşir bu? Harda yerləşir? Heç mi Naxçıvan nə idi? Mingəçevirə getməyibsiz, Nur şəhərinə. İnşallah yolun düşsün, gedəsən Mingəçevirə, görəsən Nur şəhəri 1954-cü ildən, bax burada Qafqazın ən böyük su elektrik stansiyası işə düşüb 54-cü ildə. 54 deyirəmsə, de görüm sən məni, Azərbaycanda həmin dövrdəki baş katib kim idi? 54, 59 Mehriban xatun. Buyur İlahəm. Ay sən iyi Mehriban. Bəli, elə bu dərsin əsas özəyi İmam Mustafayev idi ki, İmam Mustafayev sən əsər yadına salanmadan. Bəli, İmam Mustafayevin dövrüydü. Leyla, İmam Mustafayev deməli neçənci illərdə baş katib vəzifəsini yerinə yetirdi? 1954-1959. Qəşəng doğrudur. 54-59-cu illər ərzində. Bax, yadda saxladıq. Bax, 54-cü ildə bir də Aysu bizə eləyəcək hansı deməli su elektrik stansiyası işə düşdü? Mingəçevirdə siz. Yaxşı, bir Mingəçevir, bir də hansı zavoduydu? Daşkəsən hesablaşdırma kombinası. Doğrudur. Uşaqlar, bunlar təkrar deyirəm ki, beynimizə bir növ həkk olunsun ki, testdə də düşəndə rahat yaza biləsiniz. Aydın oldu bu məsələ. Ki, müharibə dövründən sonra, bir daha Zeynəb desin, neftaşları nə zaman quruldu? 1948-də. Neftin fontan vurması? 49-da. 49-cu ildə. Mingəçevir su elektrik stansiyası? 1954-də. Bəs yaxşı, Daşkəsəndə filistaplaşdırma kombinatı? O da 1954-də. 54-cü ildə. Ayağın 49-cu ildə yaradılan təşkilat? Avropada yaradılan 2 təşkilat. 49-dan. Bax, keçən dərsdə sizdən dedik. Qəşəng, düzdür. Coğrafiyadan keçmiş. Bir də NATO deyirsən. Doğrudur, NATO. Keçən dərsdə keçəndə yazdırdım ki, bax 49-cu ildə NATO-ya da üzv olduq. 49-cu ildə NATO yarandı, həm də Avropa İqtisadi Birliyi dediyimiz Avropa İttifaqı. 49-cu ildə yaradılmışdı. Düzdür. Sonra, bəs yaxşı, bunlar yadınızda qaldısa uşaqlar. Bir dənə də bir məsələ var burada. Təhmaliz bizə deyəcək. Təhmaliz, sən bunu bizə deyə biləcəksən. Kolxoz sistemi neçənci ildə yaranmışdı? Elə bilsən həmin dərslərdə qoşulmamışdı. Neçə dedin? 50, 1950. Yox, 50-ci illərdə yox, İlahə buyur. 1929-cu ildə. Azərbaycanda elliklə kollektivləşmə 29-33-cü illərə əhatə. Kolxoz, savxoz, nənələrinizdən, babalarınızdan soruşun uşaqlar. Hamı kolxozda işləyirdi. Hamı kolxoz və savxozlarda mütləq məcburi işləməli idi. Fərdi təsərrüfatlar əllərindən almış, yəni hər kəsin kənd təsərrüfatı sahələri əllərindən alınıb kolxoza verilmişdi. Əvvəl öz sahəndə işləyirdin, indi gedib kolxozun sahəsində işləməli idin. Pambıqda, nə bilim, taxıldı, nə kimi iş görülür, mütləq orada sən də işləməli idin. Bu oldu 29-33. Müharibədən sonra iqtisadiyyat falan zəiflədi. Ona görə təhmiliz 50-ci illərdə salam səfinə. Kolxozlarla bağlı nə qərar verildi? Onların sayı azaldı. Doğrudur. Bir daha yadıma salım, elliklə kollektivləşmə neçənci illərə əhatə elədi Azərbaycanda? 29-cu ildən başladı. Düzdür, yerdən bax, uşaqlar cavablanır mısınız, sağ suallarımı? 29-33-cü illərdən. Bəs yaxşı, neçənci ildə sayı azaldıldı? 50-ci il. 50-ci illərdə azaldılmış, doğrudur. Hə, indi bir də bir məsələ vardı, Nuray Sultanova. Neçənci illərdə əhaliyə pasport verilir? 48-ci ildə. Biraz da fikirləş. Biz kəndlilər də bir adam yerinə sahib pasport vermədilər bizə. Buyur Nuray Hüseynova. Bəli, 32-ci ildə. 32-ci ildə bax, pasport hamıya verilir, bizə verilmir. Niyə sizcə bizə vermədilər uşaqlar pasportu? Dedilər ki, Gediş olsun. Yəni ki, o zaman işçi qüvvəsi azalacaq ona görə. doğrudur, kolxozların işçi qüvvəsi azalmasın deyə. Nuray Sultanova, nə zaman məcbur artıq pasport verilməyə başlandı kolxozçulara? Bu 54-cü ildə. Biraz da artıq, 54 deyil. Üstünə də 5 gəl. 59. 59-cu ildə düzdür. Təhməl yerdən suallara cavab verim sana. Təhməl Zeynəb, fikrim sizdədir. Dedik ki, pasport axır ki verildi. Ülfət, bundan istifadə edib kim Azərbaycanın xeyrinə hansı məsələni həll eləmişdi? Nə olmuşdu? Hə, 59-cu ildə pasport verildi. Bu Azərbaycanlı millətçilikdə günahlandırılan bu şəxs Bakı məsələsini Azərbaycan xeyrinə həll eləmişdi. Kim idi bu şəxs?
O şeydi, İmam Mustafa. Bəli, İmam Mustafa'yı. Uşaqlar, bax belə oldu. Artıq hər kəsə pasport verildi. Ona görə də ayan kimlər Bakı yaxmağa başladı? Artıq kəndlər Bakıya axmağa başladı. Orada Azərbaycanlıların sayı artdı da, yəni. Ona görə də Bakı beynəlmiləl şəhər statusu almadı da, Moskvadan asılığa düşmədi. Düzdür. Əlimizdən alıb birbaşa Moskvaya birləşdirmək istəyirlər. Bu usta siz orada azsınız. Azərbaycan türk azdır. Qeyri-millətlər çox yaşayır. İmam Mustafayev orada Azərbaycan gənclərinin sayını artırdı, Azərbaycanlı ailələrin sayını artırdı. Uşaqlar, evlər inşa olundu, zdanyalar, yəni binalar inşa olundu. Xruşovka evlər deyilirdi. Gənclər fabrik və zavodlarda işə cəlb olundu. Nəticədə vəziyyət yaxşılaşdı Bakıda. Bunu soruşurdum. Bəs yaxşı, onda Ülfət bizə deyəcəkdi, Ülfət. Bir də, yadımdadır biz müharibə dövründə deyirdik hər şeyi talonla alırıq. Talon sistemi neçənci də ləğv olundu? Neçənci də ləğv olundu? 1959'da. Niyə 59 olsun? Niyə? Buyur Leyla. 1947'de ləğv olunur. Bəli, 47-ci ildə. Nuray Hüseynova, nə zaman biz çörəyi kartoşka sistemindən almağa başladıq? O birisi dərslərdə var idi. Bəli, var idi. 40 neçələrdə Yox, idi. 40 neçələrdir. Səkinə buyur. 29 deyil, Bəli, 29 idi. 29-cu ildə. Müharibə dövründə çətinlik falan oldu deyə artıq çörək, ərzağın hamısını demək olar ki, bizə lazım olan zəruri ərzaq məhsullarını talonla verməyə başladılar. Talon sistemi neçənci ildə ləğv olundu? 1947. Düzdür. Ayan bizə deyəcəkdi, Ayan, bəs yaxşı, talon sisteminin ləğv olunmaması 2-ci Dünya müharibəsindən sonra kimin nüfuzunu aşağı salmışdı İngiltərədə? Bilmirəm, bunu. Bilirsən, Kremet ehdili. Onu bir yerdə yazan uşaqlar ehdilin nüfuzunu aşağı saldı. O talon sistemini saxladı müharibədən sonra, ona görə nüfuz aşağı düşdü. Bana telefonu gətir mənə ver tez. Ya sən də orada iquşqandan onu. Mənim tam su nədir? Talon nə yazasın? Neçə nəfərsiz evdə İlahə? 5, 4. Olsun, 4 nəfər. Deyirlər ki, 4 nəfərsiz, sizə 2 çörək bəs eləyir. 2 çörəkdən artıq, məsəl üçün 500 qram yağ bəs eləyir. Sən ondan artığını ala bilməzsən. Evimə qonaq gəlib və yaxud da ki, qonaq gələcək, başqa bir işim olacaq, mümkün deyil. 500 qramdan artıq yağ, misal üçün deyirəm, ha, uşaqlar, hesablayırdılar, adam başına düşəcək ərzaq məhsullarını pul vermirdin. Artıq gedib talonunu göstərirdin, kartını göstərib elə alırdın. 2 çörək, 500 qram yağ və yaxud da ki, qənd, nə bilim, nə lazım olacaqsa ərzaq məhsullarını həmin talon hesabına alırdın. Bu, ərzaq qıtlığının qarşısını almaq üçün israf olmasın deyə. İndi 2 çörək deyirəm, inanmıram ki, 2 çörək verdi. Elə 1 çörək, 4 nəfərə 1 çörək bəsdir. Çox yeyib kökəlmək olmaz. Çörək qıtlığı var. Deyib, insanlara çörəyi az satırdılar. Ərzaq məhsullarını hamıya çatsın deyib, daha az verməyə başlayırdılar. Şərifli çörək kinosunda baxmısınızsa əgər, oğlan uşağı öz kartını itirir deyə, axşam evə çörək apara bilmir. Hə, bu uşağı da dərd götürür ki, axşam evdə hamı mənə deyəcək, hanı çörək, hanı kart. Ya bizim artıq deyirik, önümüzdəki günlərdə çörəyimiz olmayacaq. Heç kəsə də başa sala bilməzsən ki, bizim uşaq kart itiribdir. Talon sisteminin ləğvi İngiltərədə kimin nüfuzunu aşağıdı? İngiltərədə Kremet ehdilinin nüfuzunu aşağı salmışdı, yadınızda saxlayın. Kremet ehdili. Bu yadınızda qaldısa, Səbinə bizə deyəcəkdir. Səbinə, bəs yaxşı, buradan bir yadınızda nəyə saxlayırsınız? Keçən dərslərimizdə Səbinə biz demişdik, Azərbaycan SSR qurulduqdan sonra neçənci ildə kütləvi repressiyalar baş verdi? 1937-ci ildə artıqdır da. 1930-cu. Ha, 37-ci ildə var idi o heç, düzdür. Amma ilk repressiyanı bir yadıma sal. İlk repressiya Bəli. 1937-lərdən də. Yox, 30-lardan da əvvəl var idi. Buyur Lahə. Elə ki, əslində repressiya 1920-də də olub, 30-da da olub, 40-da da ilk elə 1920-də. Düzdür, 20-21 AXC nümayəndələri. Kitabda yazılmamışdı. Dedim sizə, ay uşaqlar, 48 min insan öldürdülər həmin vaxtı. Kitabda 20-21-ci illər var. İnsanların öldürülməsi, AXC nümayəndələri. Poiski idi, sonra orada bir çox şəxslər ki var idi. Hətta dedik, Məmməd Əmrəsuzadə də xilas olmuşdu bu repressiyadan. Həmin o repressiyanı soruşuram. 30-cu illərdə bir var idi. Repressiyanın yeni dalğası nə zamandır?
Elə bayaq dedim 37-də. 40-cı illər. Əllinci. Yox, yeni dalğa 40-cı deyirəmsə 40-cı illərdə. Bunu yadda saxlayırsan. Məsələn, bu dövrdə təkcə insanlar yox ha. Ədəbiyyatımızda bir çox dastanlar, eposlar, tarixi şəxsiyyətlər belə qadağan edilmişdi. Kitab Dədə Qorqud. Bir də ki, Türk, yox, adları yadımda deyil. Kitab Dədə Qorqud dastanının hansı damğa vuruldu? Can eposu deyilmişdi. Türk. Feodal xan eposu dedilər, qadağan elədilər, oxumuyor. Feodal xan eposudur. Charles bin Sadiq Qulu kimdir? Türk. Yox. Səkinə Charles bin Sadiq Qulu? O Dadaşlarda deyil. Yox. Buyur Ülfət? Kazım Bey. Bəli, Mirzə Kazım bəy. Charles bin Sadiq Qulu'da oxumayın. Kitablarını qadağan eləyin. Sonra başqa nə dedilər? Xalq düşməni, repressiyalar yeni başladı. Stalin həmin dövrdə Stalin şəxsiyyətinə pərəstiş gücləndi. Mehriban, Türkiyə casusu adlandırılan Türkiyə casusu bəli. kim idi? Kim idi görəsən? Ay Allah. Değil mi? Marius niyə bilmirsən? Dadaş Sadə. Ay Allah. Bəli, Məlik Arif Dadaşzadə yadınıza saxlayırsınız. Türkiyə casusu adlandırılmışdı. Bir sözlə uşaqlar, Azərbaycanda nəfəs almağa imkan verilmirdi. Tək Azərbaycanda deyil, SSR-də repressiyanın yeni dalğasında yenidən insanlar öldürüldü, günahlandırıldı. Sovet casusu, bəzilərinə dedilər ki, bəs Türkiyə casusu, bəzilərinə dedilər ki, xeyr, Almaniyanın işbirliyi yaradıbdı. Yəni bir sözlə insanları yenidən məhv elədilər. Bir də Stalin mükafatı. Mehriban, kimlərlə Stalin mükafatı alınır? Nə? Kim dedin? Stalin mükafatı. Bəli. Xruşov. Dəqiqə. Yenidən o işə düşəcək. Bu nə işarəsi idi? Boğaram sizi. Buyur Leyla. Şeyh Şamil'dən almışdım müəllimə. Şeyx Şamil'dən ətər aldılar. Şeyx Şamil sümüklərindən mi çıxartdılar qəbirdən? Heydər Hüseynov. Gecə. Bəli, Heydər Hüseynov. Digər onu almışlardı mı? Bəli, Şeyx Şamil'dən yazmışdı. Qızım, orada bir gözü kitabda Şeyx Şamil görüb. Şeyx Şamil'dən almayıblar. Şeyx Şamil'dən yazdığına görə Heydər Hüseynovun əlindən. Uşaqlar, Heydər Hüseynov Azərbaycanın çox akademik bir şəxs. Təsəvvürünüzə gətirin, böyük bir iclasda Stalin onu biabırcasına, çox pis sözlərlə tənqid eləyir, təhqir eləyir və bu da o götürmür. Stalin mükafatı əlindən alınır, gedib özünü asıb öldürür. Heydər Hüseynovun aqibəti belə olur. Sən bu qədər böyük bir akademik şəxsi gəl insanların içində niyə Şeyx Şamil'dən yazıbsan deyə günahlandır. Belə, deməli, Bilcəfər Bağırov ona görə deyirəm ki, şəxsiyyəti ziddiyyətlidir. Bəziləri yaxşı tərəfini deyir, bəziləri pis tərəfini. Məsələn, Heydər Hüseynovun qohumları mütləqdir ki, onu pis deyir. Amma indi sizə bir də yaxşı tərəfindən danışaq. Məsələn, bizə kim deyər uşaqlar? Aysu deyəcəkdir, Aysu. 45-ci ildə ermənilərin ərazi iddialarına necə cavab verdi? Bilcəfər Bağırov. Onlar əslində deyirdi ki, Qarabağ bizim öz torpağımızdır, ermənilər. Amma onların heç bir sübutu yox idi da. Öz başlarından bildirər ki, bizim torpağımızdır. Mirzəfər Bağırovun 10 dekabr 1945-ci tarixli bir cavab məktubunda demişdi ki, bu Qarabağ bizim öz torpağımızdır. Hətta sübut da eləmişdi ki, sizin deyil də, bizimdir. Mən sizə bu Qarabağı o şərtlə verə bilərəm ki, bizim bu Qarabağlarda Əzbəyovdur, bir dənə də var idi. Deyəsən VD idi. Bu ərazilərdən getməlidir ermənilər. Yəni bu ərazilər Azərbaycana qayıtmalıdır. Mən sonra sizə verim Qarabağı. Ermənilər də görür ki, bu sərf eləmir, ona görə bu planı əl çəkilir. Yaxşı, lap qəşəng. Görən bu sənin öz beyninin məhsuldurmu, yoxsa kitaba mı təşəkkür eləyək? Yox, mənim heç kitab yanımda yox. Heç qətiyyən. Yox. Hə, sən Mənim bilməm lazımdır. düzdür də qız. Bilməm lazımdır. Uşaqlar, yadınıza saxlayırsınız ki, burada tək verdiyi Qarabağlar Əzbəyov yazsa da, o daha geniş ərazilər tələb elədi. Tarixən Azərbaycanın verilmiş olan bütün torpaqlarını dedi geri qaytarın. Oradan borçlarını Gürcüstan qaytarsın, digər ərazilərimizi qaytarsınlar. Bu da heç bir halda nə Ruslara xeyr eləmədiyinə görə elə oradaca
Stalin həmin papkanı örtü, atır bir kənara və bununla da Stalinin dövründə Mücəffər Bağırovun hakimiyyət illərində bu məsələ bir daha açılmır. Yəni ermənilər Azərbaycan torpaqlarını Qarabağı iddia edə bilmirlər. Bəs hansı bəhanə ilə 45-ci ildə Qarabağı, Dağlıq Qarabağı bizim əlimizdən almaq istəyirdilər? 45-ci ildə. Bəli. 45-ci ildə deyirlər. Bəli, hansı bəhanə ilə əlimizdən almaq istədilər? Buyur Səkinə. Ermənilərin adı daha çox olduğunu deyirlər. Orada sizdə yaşayan əhali erməni olduğu üçün, amma sizin elə bir şey yox idi. Bilirlər ki, Azərbaycan daha çox yaşayır orada. İqtisadi birliyini, DMQV-nin Ermənistanla iqtisadi birliyi olduğunu iddia elədilər. Deməli, Təhməniz 45-ci ildə nəyi bəhanə elədilər? İqtisadi birliyi. Doğru, iqtisadi birliyini. Mücəffər Bağırov onlara necə cavab verdi? Heç nə verdi. Dağlıq Qarabağ verirəm, Şuşa xaric. Əksin əvəzində siz hansı əraziləri qaytarmalısınız? Əzizbəyov idi, sonra Qarabağlar idi. Verdi, tarixi Azərbaycan torpaqlarını geri qaytarmalısınız dedim. Yadında qalsın. Tarixi Azərbaycan torpaqları geri qaytarılmalıdır. Bunlara yaxşı cavab verdikmi? Ermənilər sakit yerlərində oturdular. Bu zaman İlahə 46-cı il oktyabr ayında yatıp indi. Yuxularında gördülər ki, biz nə etməliyik 46-cı ildə? Farklı qalan erməniləri də erməni SSR-yə cəhməliyib. Buna görə də Stalinə deyirlər. Stalin də bunları qırmır. 1946-cı ildə bu haqda qərar qəbul edib. 47-ci ildə də deyir ki, Ermənistan SSR-də olan Azərbaycanlılar Kür Araz obalığına getsin. 48-ci ilin mart ayında da bu reallaşıb. Düzdür. Deməli Leyla, birinci Azərbaycanlıların Qərb Azərbaycan torpaqlarının ilk deportasiyasını neçənci illəri əhatə edibdir? 1947. Niyə 47 olsun ki? 47-ci ilin 10 dekabrında qərar verilibdir. Mehriban, de görüm. Elə də 47. Hopala, 47-də Ulu babalarımız sümükləri sızıldayır ki yerində. Uşaqlar nətər bilmirlər, necə öyrənməyiblər bunu? Mənim babam üçün babaqlara qayıdıblar oradan. Elə mənim də babalarım uşaqlar. 48-53-cü illərdə deportasiya olunanlardandır. Deportasiya olunanların özü də acınacaqlı bir vəziyyət bilsiniz nədir uşaqlar? Həmin dövr müharibədən təzəcə çıxıblar bunlar. Əksəriyyətinin qadınların, həyat yoldaşları müharibəyə gedib gəlməyib. Və başsız qadınlar, körpə uşaqlarla bərabər, həmçinin mənim anamın anası, nənəsi deyim, o da 3 körpə uşağı ilə bərabər, yetim uşaqlarla bərabər deportasiya olunub Azərbaycana gəlib. Qərb Azərbaycan torpağından Azərbaycana gəlib. Və heç bir kompensasiya ödənilməyib bu insanlara, heç bir yaşayış evi, heç bir şərait yaradılmadan gətirilib. Əsasən də deməli İrəvan bölgəsində, dağlıq bölgədə yaşayan insanları qəsdən Kür Araz obalığı, xüsusən də isti bölgələrə köçürmüşdülər. Bu da insanların kütləvi şəkildə məhvinə gətirib çıxardım. Ona görə də məhz 97-ci ilin dekabr ayında, 97-ci ilin dekabr ayında Heydər Əliyev qərar qəbul edir və bu deportasiyanı bir etnik təmizləmə, soyqırım adlandırır. Siz də fikirləşirsiniz ki, köçməkdir də, yəni insanlar niyə olsun ki, bəli, ölüblər. Niyə acılıqdan, səfalətdən, baxımsızlıqdan bura gələn heç bir insana heç bir kompensasiya ödənmədi, şərait yaradılmadı. 48-53-cü illərdə gələnlər kolxozçular idi. Yəni onların onsuz da maddi durumu zəif idi. Gəlib bütün təsərrüfatları orada qurduqları yaşayış, şərait əllərindən alınıb, ermənilər yerləşdirildi. Özləri isə yalnız başına gətirib burada yerli. Yəni sanki bir düzənliyə buraxıldı ki, yaşayın burada. Bilək, biz yaşadığımız şəhərdə heç bir yaşayış yeri yox idi. Burada sürücülər olanlar gətirilmiş bura. Yəni türmələr falan çox olub da. Yəni bizim şəhərin zamanı sıfırdan şəhər qurublar burada. Yəni çox pis vəziyyətdir. Ona görə deyirəm ki, insanların məhvinə atılmış, məhvini fikirləşiblər ancaq. Yəni nə olur olsun, Qarabağ Ermənistandan Azərbaycanlılar çıxarılsın, orada ancaq erməniləri yerləşdirək. Bu Azərbaycanlıların da aqibəti necə olur olsun, özləri bilər. Ölümə məhkum eləmişdilər bu insanlar. Bizim babalarımın yoldaşımız imkanlı olublar. Qoru müəllimə Simrəslə dəstəyən insanlar olub. Məhəmməd Əzəbə O ev var, mənim İrəvanda, 2 yol üstündə. O mənim babamın evi olub.
Bilmem bəlkə də bilərsiniz, bəli mənə. Onu gecə ilə oradan çıxartdılar, onları çox bir pis vəziyyətlərə batdılar da bu tərəfə. Ona görə də yəni çox pis yaşayıblar da, o haqda məlumatım var tarix. Bax, görürsünüz uşaqlar, ona görə deyirəm ki, bu tarixi unutmaq, unutturmaq olmaz. Xüsusən də bu illəri, bu hadisələri siz daha yaxşı bilməlisiniz. Yeri gəldikdə, indən sonra gələcəyiniz parlaqdır. Mütləq ki, xarici ölkələrə gedəcəksiniz. Haradasa bir erməni ilə rastlaşacaqsınız. Ona tarix faktları sübut eləmək üçün, deyə bilmək üçün, bax, indidən öyrənmək lazımdır. 48-53-cü illərdən danışıq. Deməli, deportasiya sistəminə ilk deportasiya neçənci illəri əhatə elədi? 48-dən 53-cü illər arasında. Zeynəb, ilk deportasiya Azərbaycanda və SSR-də hansı rəhbərlərin dövrünə təsadüf edir? Azərbaycanda 33-53-cü illərdə rəhbər kim idi? Səsin bağlıdır. Zeyno xanım, niyə səsin çıxmır bu günləri? De görün Mehriban? Stalin. Rusiyada Stalin, SSR-də Stalin. Azərbaycanda isə kim olacaq? Mücəfər Bağırov da bala. Amma bildik. Azərbaycanda isə Mücəfər Bağırovun dövrünə təsadüf edir. Deməli, bu dövrdə Zeynəb, Azərbaycanları onsuz da Qərbi Azərbaycan torpaqlarından köçürtdülər. Yəni, Ermənistandan Azərbaycana köçürtdülər. Bir Muğan düzünə, nə bilim, düzənliyə, boş bir yerə. Bəs yaxşı, erməniləri də paralel olaraq Azərbaycana köçürmüşlər. Erməniləri hara köçürdülər? Bəli, ermənilər də köçürdülər. Sənaye şəhəri. Dedilər ki, sizin ixtisaslı fəhləniz yoxdur. Heç fəhləniz də deyib doğru düzgün iş görənmir. Ona görə erməniləri köçürdürük. Mingəçevrə, Sumqayıda, Əlbayramlıya. Və bu da uşaqlar həmin yerlərdə erməni lobbilərin yaranmasına, yəni lobbilərdə erməni təşkilatlarının yaranmasına, formalaşmasına gətirib çıxarmışdı. Mehriban, axır ki, insanlar nə zaman xoşbəxtlik üz verdilər Stalin vəfat edir? Bəli. Bax, oradan Ayan hətta deyir ki, 5 martında. 53-cü ilin 5 martında vəfat elədi Stalin. Vəfat da deməyək, nə deyək bilmirəm, ta özünüz bildiniz, ürəyimdən nə keçir. Bəli, Xruşov gəldi hakimiyyətə. Xruşovun yadınıza saxlayırsınız, hakimiyyət illəri. Düzü, burada bizə Xruşov ümumi tarixdə qeyd olunubdur. Baxdım ki, burada qeyd olunmuyubdur. Uşaqlar, 1953-cü ildən 64-cü ilə qədər Xruşov hakimiyyət olubdur. Deməli, Mehriban, sən bizə deyirsən, neçənci, həmin dövrdə 54-cü ildə Azərbaycana rəhbər kim təyin olundu? Birinci katib vəzifəsi. Mustafayev idi. İmam Mustafayev. Neçənci illərdə İmam Mustafayev? 54-59 dedik. Bəli, 54-59-cu il dedik. Bəs yaxşı, Səkinə, bu Stalin ölümünə gətirib çıxardı 56-cı ildə. Hansı qərar verildi? Şəxsi ötürələrindən tənqid olundu. Mülayimləşmə. Stalin sərt adam idi. O ölən kimi Xruşov, mülayim bir insan gəldi uşaqlar. Qaydaları mülayimləşdirmişdir. Bəli, düzdür, mülayimləşdir. Tez Samruşka dəftər hazır edir uşaqlar. Buradakı hadisələri bir-bir hamısını bilmək lazımdır. Nə harsan var? Mənim biz çatdan yazıram. Əlin cəhliyə bax, Ruşka dəftərdə gətirməyə dərdini. Yaxşı yaz. Başlayaq uşaqlar. Necə arxaya çevirirsiniz? Mən bacarmıyorum. Ay uşaqlar, telefonun burasında, yuxarısında ya sağdı ya soldu. Küncündə belə yumru işarə var. O işarə yoxdur. Öz görüntünün üstünə bas, orada görəcəksən. Kameranı Bilmirəm, mənəsi yaxşı. Yəqin qonşuydu. İndi deyin görün mənə uşaqlar, sakit durmanın. Konstitusiya düzəliş. Nə zaman konstitusiya düzəliş olub, Azərbaycan dili dövlət dili elan olunur. Təhmari, sən də kameranı dəyiş. Və görsən qızlar necə yazır? Ekran üzərinə vur. 56, bəli 56-cı ildə idi, düzdür. Kimsə 59 yazdı, yox 47 yazan səhvdir. Nuray Sultanova. Bəli, 1956-cı ildə doğrudur. Uşaqlar, siz də kameranızı dəyişib, bax uşaqlar kimi yazsınız, ekran üstünə vurursunuz, oradan dəyişirsiniz.
Aysu orada nə edin? Ekranı vurdun kamerasına, sonra nə gəlir? Öz ekranını sıxıb saxlayıb, orada sonra gələcək kameranı üçün arxaya çevirib. Ona basacaq, özü çevirəcək. Həll elə, bax, nətər deyir elə. 1956-cı ildə düzdür. Bəs yaxşı, şimdi deyin görüm siz mənə, neçənci il konstitusiyasına düzəliş oldu uşaqlar? Tez yazın görüm. Yox, Ülfət, 3 nədir? 3 səhvdir. Bəli, 1937 qəşəng hamı doğru yazdım. 1937-ci il konstitusiyasına düzəliş oldu. 37 doğrudur. Bəs yaxşı, həmin dövrdə uşaqlar birdən göstərir Bakı. Keçən dəfə sizə demişdim elə bil. Danışır Bakı, göstərir Bakı, yeriyir Bakı. Göstərir Bakı neçənci də fəaliyyətə başladı? Qəşəng 56-cı ildə fevral ayının 14-ü doğrudur. Göstərir Bakı, televiziyada bilirsiniz. Doğrudur, televiziya fəaliyyətə başlamışdı. Doğrudur. İndi bir də biz həmin dövrdə öyrəndik ki, uşaqlar 59-cu ildə esən rus məktəblərində nə qərar verildi 59-cu ildə? Yox, icbari təhsil deməyək. Deyək ki, bəli, Azərbaycan dili, ana dili uşaqlar məcburən keçirməlidir. Orada ana dili lazımdır. Azərbaycan dili məhz icbari təhsil, Azərbaycan dilinin icbari təhsili barədə qərar qəbul olundu. Yəni bu nə deməkdir? Azərbaycan dili mütləq keçirməlidir rus dilli məktəblərdə. Aydın oldu bizə. Bəs yaxşı, bu bir də məhkəmə ilə bağlı hansı qərar verildi İmam Mustafayevin dövründə? Məhkəmə ilə bağlı təhmilis nə yazırsan? Məhkəmə, uşaqlar, məhkəmə bəli, mülki və cinayət məcəllərim Respublikanın ixtiyarına verildi, doğrudur. Düzdür, qəşəng. Respublika gördüm Leyla. Fikir verirəm, hər kəsin yazısına. Mehriban xanım, sən də yazıb göstərsən mi? Yaxşı, qudasını tutarsın, qırağım. Düzdür, Respublikanın öz ixtiyarına verilmişdir. Doğrudur. Bəs yaxşı, bir də biz bayaqlar öyrəndik ki, uşaqlar, repressiyalar hansı rəhbərin dövründə tətbiq olundu? SSRİ-də hansı rəhbərin dövründə 30-cu illər, 40-cı illər repressiyası tətbiq olunmuşdu? SSRİ dedim, Nuray Sultanova. Azərbaycan yox. Bax, qəşəng Nuray Hüseynova yazır ki, Stalin Azərbaycanda isə Mircəfər Bağırov da qeyd edir. Doğrudur. Stalin dövründə tətbiq olunur, Azərbaycanda da Mircəfər Bağırov idi. İndi hansı Azərbaycanda birinci katibin dövründə repressiya qurbanlarına bəraət verilir? Hansı düzdür? Hansı katibin dövründəydim? Ayan, hansı katibin dövründəydi bəraət verilməsi? Yox, Mircəfər Bağırov səhvdir. İmam Mustafayev yazmış. İmam Mustafayevdir o. Hə, elə bütün Mircəfər Bağırov yazır. Düzdür, İmam Mustafayevin dövründə doğrudur. İmam Mustafayevin dövründə doğrudur, bəraət verilmişdir. Oxşar cəhət edirik. Kimlə Nuray Sultanova? Kim yazmışsın? Sən yazmışdın. Bəli, qəşəng. Yox, ilahə. Pişvəri, yox, pişəvəri neynədir ki? Dedik, pişəvəri deyil, xeyr, uşaqlar. Dil haqqında qərarda demədim ki. Dedim ki, bəraət verilməsi Azərbaycanda repressiya qurbanlarına bəraət verilməsi İmam Mustafayev və hansı katibin dövrü üçün oxşar cəhətdə? Heydər Əliyevin dövrü üçün oxşar cəhətdir. Rəhməniz Heydər Əliyev. Bəli, İmam Mustafayev, Zeynəb, bir dənə İmam Mustafayev yazırsan. İmam Mustafayevlə Heydər Əliyevin dövrü üçün oxşar cəhət. Repressiya qurbanlarına bəraət verilməsi. Aydın oldu bunlar. Bir dəfəndə Mehriban bizə başdan desin görüm. Mehriban, İmam Mustafayevin dövründə nələr baş verdi? O 30-cu illərdə dedi. İncə dedik, 37-ci il konstitusiyasından bağlı. Mehriban, nəsə elə bir mama evimizdə yox. 56-cı ildə dövlət dini o konstitusiya qəbul olunur da 56-da. Mehriban canım benim, maman evdə yoxdur. Yanında deyil. Evdədir. Yanındadır mı? Yox. Hə, yox, nəsə, maman yanında olmayanda yaxşı cavab vermirsən. Ha, keçən dəfədən səni deyəsiydin bunu. Hoşuma gəlməmişdi cavab verməyin.
İncə yazdı. 37-ci il konstitusiyasına düzəliş oldu. 56-cı ildə. Dedilər ki, Azərbaycan dili dövlət dili elan olmalıdır. Sonra Azərbaycan dili nə zaman rus dilli məktəblərdə icbari təhsil kimi, yəni mütləq keçirməli idi? 9-da, Göstərir Bakı televiziya neçənci ildə fəaliyyətə başladı? 56-da. 56-cı ildə idi, düzdür. Bəs yaxşı, bir də əsas məsələ. Biz keçən dəfə də demişdik ki, Cənubi Azərbaycanda dil haqqında qərar qəbul edən şəxs kim idi? Cənubi Azərbaycan nətər bilməsə 100 dəfə dedik, yazdıq. Boğazım cıldı tamam demək. Buyur İlahə. Pişəvəri, doğrudur. Pişəvəri nə zaman idi İlahə Pişəvəri dil haqqında qərar qəbul etmişdi? 1920-ci il. Yox, deyil. 20-də Pişəvəri. Pişəvəri mi var idi? Evet, 1926. Buyur Leyla. 1937'deydi. Kim deyir uşaqlar? Səs açıb deyin. 1941. 1946-da. Bəli, 46-cı ilin yanvar ayındaydı. Ki Pişəvəri dil haqqında qərar qəbul etmiş. Yadınızda saxlayın. 1946-cı ilin yanvar ayında Pişəvəri dil haqqında qərar qəbul elədi. Sonra keçək uşaqlar. Deməli, burada da İmam Mustafayevdən oxşar cəhət elədik. İndi qeyd edin tez. Rüşqa dəftərlər hazır olur. 59-69-cu illəri. 59-69-cu illər kimin rəhbərlik dövrüdür? Yaz görüm Təhmasib. Nə yazırsan? Bəli, Vəli Axundovun dövrü doğrudur. Bəs yaxşı. Vəli Axundovun dövründə 1962-ci ildə yaradılan qurum doğrudur. MAQ. Düzdür, Milli Azərbaycan qərargahı. Bir də siz mənə deyəcəksiniz, deməli, Heydər Babaya salam şeiri neçənci ildə çap olundu? Heydər Babaya salam şeiri doğrudur, 1966-cı ildə. Düzdür. 66 doğrudur. Sonra bir də öyrəndik ki, həmin ildə uşaqlar 67-ci ildə. Keçən dəfə demişdim sizə, yer Bakı neçənci ildə idi? Yəni metropolitet. 67-də idi. Bəli, 67-ci ildə idi, düzdür. Elə uşaqlar deyir, söz vaxtına çəkər. Bax, biz Novruz bayramını əslində 20-ci illərdən qadağan olmuşdu. Neçənci ildə qeyd etməyə başladıq? Yaşayın, düzdür. Səbinə, bəs sən yazdıqların hanı? Səbinə, 169 da təzə mi çıxdı? Təzə geri mi qayıtdı? 1967-ci ildə, düzdür, Novruz bayramı qeyd etməyə başlamışdıq, düzdür. Aydın oldu bunlar. İndi buradan bir dənə bir məsələn var, onu yadımıza salaq. Uşaqlar, 2000 hektar ərazinin Ermənistana verilməsi haqqında qərarın özü neçənci ildə verilmişdi? Yaşayın. Bu görüm hamı yazdı mı? Yox, Təhmali səhvdir. Zeynəb səhvdir 69. 69 yazanlar Səkinə yanlışdır. Qərar 38-ci ildə verilmişdi. Bax, uşaqların bir çoxları yazdı 38. Qərar 38-ci ildə verilmişdi uşaqlar. İcrasına başlanıldı 1969-cu ildə. Onun qarşısına alan kim oldu? Bəli, Heydər Əliyev olmuşdur. Doğrudur. Düzdür. Heydər Əliyev. Həmin dövrdə Heydər Əliyev 2000 hektar ərazinin Ermənistana verilməsi sərhəd bölgələrindən 2000 hektar ərazinin Ermənistana verilməsinin qarşısını almışdır. Doğrudur. Bəs yaxşı. İndi bir daha Təhmaliz mənə Vəli Axundovun dövrünün başdan sona da desin görüm nələr oldu. Kameranın üzünə çevirsən, deyirsən. Birinci Nabiyalardı. Aha. Sonra Bakı metropolitenlərdi 67-ci ildə. Heydər Əliyev salam poeması çap olundu 66-da. Sonra 67-də Novruz bayramının qeyd edilməsi başlandı. Düzdür. Novruz bayramını qeyd elədiyimizə görə biz kimə minnətdar olmalıyıq? Kimə sağ ol deyək? Kimin? Şəxəli Bəli, Şıxəli Qurbanov idi. Şəxəli Qurbanov. Şıxəli Qurbanov həmin dövrdə Komünist Partiyasının rəhbəri idi.
Uşaqlar, o Novruz bayramı, Bahar bayramını qeyd elətdirirdi ya, sonra ona qarşı sui-qəsd təşkil olunur. Ki, niyə Azərbaycanlıların milli oyanışına xidmət edən bir bayram biz keçiririk? Bax, beləliklə, bunları yadınıza saxladınız. Danışır Bakı neçənci il idi? Keçən dərsimizdə var idin sən. 56 tamam. Yox, Danışır Bakı. Radioydu. Danışır Bakı. Uşaqlar neçənci ildə idi Danışır Bakı? 1926. 26 demişdik Danışır Bakı. Göstərir Bakımız var idi. Təhmariz, Göstərir Bakı neçənci il oldu? Telestudiyadan mən Yox, Bakıda televiziyanı demək istəyirsən. Düzdür. Neçənci il oldu? 56. Yer Bakı dediğimiz 67. 67-ci ildə. Nə idi bu 67-ci ildə? Metropoliten. Bəli, metropoliten. Aydın oldu hər kəsə. Bir dənə də keçək Heydər Əliyevin dövrünü. Gəlin baxaq görək burada nələr öyrəndik biz. Tez qeyd edirsiniz uşaqlar. Heydər Əliyevin dövründə nələr oldu? Nəhaysən bana. Heydər Əliyevin dövründə. Birinci yadıma salıram Azərbaycanda birinci rəhbərlik dövrü. Neçənci illəri əhatə edir uşaqlar? Nədir? Yaxşı. 69, bəli. 82-ci illər qəşəng doğrudur. 69-82-ci illər oldu birinci rəhbərlik dövrü. Deməli Nuray Sultanova birinci rəhbərlik dövrü neçənci illəri əhatə elədi? 1969-80-ci. Düzdür. Bəs yaxşı. Hakimiyyətə gələn zaman 78-ci ildə nə kimi siyasi qərar verilmişdi? Siyasi həyatında siyasi qərar nə idi? Azərbaycan siyasi həyatında 78-ci ildə hansı hadisə baş verdi? 1978. Konstitusiya qəşəng doğrudur. Sadəcə 3-cü konstitusiya. Uşaqlar tez konstitusiyaları yazın görüm Azərbaycan SSR-də neçənci illərdə konstitusiyalar qəbul olunub? Tez qeyd edirsiniz. Qəşəng, ayan yazdım. Düzdür. Yaxşı. De görüm Səbinə, Azərbaycan SSR-dəki konstitusiyalar neçənci illərdə idi? Mən birincisi 1921-ci ildə, ikincisi 1907-də, üçüncüsü də 1978-də. 78-ci ildə düzdür. Bəs yaxşı, hansı rəhbərlərin dövründə idi bu konstitusiyalar? Onlar da sən bizə de. Mən ikinci konstitusiya Bağırovun dövründə, üçüncüsü Heydər Əliyev, birincisi də ki, yox. Hardaydı? Məmməd Əmin Rəsulov. Yox, Məmməd Əmin Rəsulovdan var idi. Əsasın konstitusiya. Kim deyər uşaqlar? Birinci konstitusiya 21-ci ildə həmin dövrdə Komünist Partiyasında və yaxud da Sakit Türkün varmış. Azərbaycan Xalq Komissarları Sovetinin rəhbərliyi Nərmanov. Bəli, düzdür. Nərmanovun dövrünə təsadüf edir. Doğrudur. Aydın oldu bunlar. Bir daha Aysu bizə deyəcək. Aysu, Azərbaycanda hansı rəhbərlərin dövründə konstitusiyalar qəbul olunub? Nərmanov idi, sonra Heydər Əliyev idi. Ha deyirsən, qəşəngdir də. Səbinə 10-cu sinif gör nə dedi? Dedi 21-ci il konstitusiyası, Nərman Nərmanov, 37-ci il konstitusiyası. Mirzəcəfər Bağırov 1938-də Heydər Əliyev. Hansı konstitusiyaya düzəliş olunubdu? 1937-ci ildə olmuş. Neçənci ildə kimin dövründə düzəliş olundu? Mirzəcəfər Bağırovun. Bəli, Mirzəcəfər Bağırovun dövründə düzdür. Aydın oldu bunlar bizə. Səkinə bizə deyəcəkdir, Səkinə. Deməli, irsə sahib çıxmam deyiləndə. Məsələn, Heydər Əliyevin dövründə nə kimi işlər görüb irsə sahib çıxmaq üçün? Deyirsiniz uşaqlar, da yazmaq ehtiyac yoxdur. Tam olarak məhsus Məsələn, 77-ci ildə kimin irsi yenidən öyrənildi? Şey deyil, onda da Qorbaçov deyil, müəllim. Niyə Dədə Qorqudda irsi yenidən öyrənildi ki? Buyurun, Nuray Sultanova. Nizami Gəncəvi idi. Düzdür. Deməli, Zeynəb, 77-ci ildə kimin irsi yenidən öyrənilmişdi? Nizami Gəncəvinin. Doğrudur, Nizami Gəncəvinin. Səkinə, 77-ci ildə kimin irsi yenidən öyrənildi? Nizami Gəncəvi. Kimin nəşi Irkutskdan gətirildi Azərbaycana?
O Hüseyn Cavid. Bəli, Hüseyn Cavid. Deməli, biz Hüseyn Cavid repressiya qurbanıdır. Ona bəraət verildi mi? Birdən aparmışdı uzaq Sibirə. Bəli, Sibirə sürgün olmuşdu. Ged oradan kompüter sumkasını bura gətir. Sibirə sürgün olunmuşdu. Onda sən mənə də görüm, bax o Sibirə sürgün olunan və yaxud da ki, repressiyaya məruz qalanlara bəraət verilməsi kimlər üçün oxşar cəhətdir? Hüseyn Cavid, sonra... Yox, bəraət verilməsi kimlərin dövrü üçün oxşar cəhətdir? Bəraət verən kim oldu? Bir, incə yazdığı. Heydər Əliyev bilirəm. Bir Heydər Əliyev, bir də bundan əvvəl dedik axı. Bəli, İmam Mustafayev doğrudur. İmam Mustafayev üçün oxşar cəhət elədik. İmam Mustafayevlə bu birisi Heydər Əliyev. Yadınızda qaldı mı? Bir də uşaqlar, bütün baş katiblərin dövrü üçün oxşar cəhət elədik. Azərbaycan ərazi iddiaları. Mehriban, Heydər Əliyevin dövründə hansı rayonumuza iddia elədilər ermənilər bu dəfədə? Kəlbəcəri. Bəli, Kəlbəcərə. Hansı bəhanə ilə Kəlbəcəri əlimizdən almaq istədilər? O yox deyil. Sən onu deyil, o bir dəqiqə adaptırın şunu gətirin. Hə, deyil, qulağım səndən eşidirəm. O mərasim keçirdi, onu mu deyirsən? Nə mərasim? Mərasim nə? Və görün lütfən, hansı bəhanə ilə əlimizdən almaq istədilər? Oradakı mənim torpaqlarıyla da torpaqların yayılıb istifadə edilməsi. Dedilər ki, perspektivsiz rayondur. Ərazisini bunu gəlin bölüşdürək yaylaq kimi. Onsuz da heç kimi deməli burada bir yaşayış yoxdur. Amma işləyə bilmirlər də, bölüşdürə bilmirlər. Bəli, Azərbaycan, Gürcüstan, Ermənistan arasında bölüşdürmək istədilər, amma Heydər Əliyev imkan vermədi. 77-ci il. Tarixi dəlillərlə Kəlbəcərin həm deməli Azərbaycana aid olduğunu sübut elədi. Həm də bura 77-ci ildə hansı yol çəkilib uşaqlar? Ağdam Xankəndi yol çəkilib. Xeyr. Bura Murov yolu çəkilib ki, bu həm birinci, həm də ikinci Qarabağ müharibəsində işimizə yarayıbdır. Yadımıza saxlayırıq. Deməli, Təhmariz, Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrünü neçənci illərə əhatə elədi? 69-82. Düzdür. Bu zaman 77-ci ildə kimin irsi yenidən öyrənildi? Nizami Gəncəvi. 78-ci ildə siyasi həyatında Azərbaycanın verilən qərar? 78. Bir yazma salım görüm 78-ci ildə. 3-cü konstitusiya. 3-cü konstitusiya. 78-ci ildə Bakıya hansı adı verildi? Bakıya 78-ci ildə. Bəli. Buyur Lahə. Lenin mükafatı verildi. Düzdür. Deməli Təhmariz, Bakıya hansı orden verildi? Lenin mükafatı. Bəli, düzdür. Lenin ordeni verilmişdi. Yadında qaldı mı bunlar? Bəs yaxşı, 79-cu ildə hansı dəmir yol çəkildi? Ağdamdan Xankəndi. Ağdam, Xankəndi dəmir yol çəkilmişdi, doğrudur. Bəs Leyla bizə deyəcəkdi. Leyla, gəl baxaq görək elektrotexnikanın flaqmanına çevrilən. Bakı idi mənim. Bakı nə? Kondisioner zavodu. Bəli, məişət kondisionerlər zavodu. Ayın 75-ci ildəki dünya tarixində öyrəndiyimiz təşkilat. Avropa İttifaqı deyildi. Avropa Təhlükəsizlik, ATƏM, qısacası belə deyil. ATəm yaranmışdı. Deməli Leyla, ATəmin yaradıldığı ildə Azərbaycanda Kondisioner zavodu açılmışdı. məişət kondisionerlər zavodu açılmışdı, doğrudur. Düzdür. Ağdam Xankəndi dəmir yolu 79-da düzdür, 79-cu ildə idi. İlahə, Azərbaycana Heydər Əliyevin birinci rəhbərlik dövrü 1969-1982-ci illər. 69-da bu idisə hakimiyyətə gəlici. 79-cu ildə baş verən hadisə Ağdam Xankəndi dəmir yolunu çəkməsi. düzdür. 71-ci ildə Bakıya çəkilən su kəməri Kür çayından çəkilmişdi. Həmçində Cəmşid Naxçıvan istiqadına məktub atılmışdı. 1 ilə 7-nin yerini dəyişsən 1917-ci ildə Bakıya çəkilən kəmər Bu da Hacı Zeynalabdin Tağıyev tərəfindən çəkilmiş yollar suyu. doğrudur. Aysu bizə deyəcəkdir. Aysu, bəs yaxşı. Heydər Əliyev 82-ci il Eyb yox. 82-ci ildə hansı vəzifəyə təyin olunur? Eyb yox, silmə də bir dəfə özünü silmə. birinci katib vəzifəsinə seçilir. Uşaqlar, Heydər Əliyev buyurlar Hər hər şey siyasi büroyu üzvü. Bəli, düzdür, siyasi büro üzvü seçildi. Uşaqlar, bu vəzifəyə seçilən ilk türk, ilk müsəlman, ilk Azərbaycanlı şəxs idi ha.
Yəni, hətta belə deyək ki, SSR-də deyirdilər 4 nəfərdən biridir. Bu vəzifəyə seçilən ilk türk, ilk müsəlman, ilk Azərbaycanlı çox böyük bir göstərici idi. Heydər Əliyevin şəxsi nüfuzuna, öz qabiliyyətinə, diplomatik bacarığına görə onu bu vəzifəyə təyin etmişdilər. 82-87-ci illər ərzində az bir vaxt deyil, 5 il ərzində bu vəzifədə çalışıbdı. Bəs yaxşı, Aysu, həmin dövrdə də Azərbaycanın əlini çəkməmişdi. Bir də buradan bir şey deyim uşaqlar. Məişət kondisionerlər zavodunu Azərbaycanda inşa etmək istəmirdilər. Bu çox böyük bir layihə idi və çox böyük bir məbləğdə pul qoyulurdu. Ukraynada istəyirdilər həmin zavodu inşa eləsinlər. Amma Heydər Əliyev danışıqlar aparıb həmin o zavodun Azərbaycanda inşa olunması üçün icazə alır. Bir də 86-cı ildə Aysu böyük bir layihə Azərbaycanda inşa olunmuşdu ki, Kamran Bağırovun dövründə hansı zavod inşa olundu Azərbaycanda? Hətta o dövr üçün Özürlər zavodu. bəli, 400 milyon dollar dəyərində çox böyük bir göstərici idi. Deməli, bu məişət yox, o adı nə idi? Dəniz özürləri neçənci ildə inşa olundu? 1986. 86-cı ildə çəkilən dəmir yolu? 86. Bəli. Onu bilmirəm. Niyə bilmirsən ki, bilirsən. 1986-cı ildə çəkilən dəmir yolu. Xankəndi. Xeyr. Buyur Nuray. Yevlax Balakən. Uzunluğundakı 162 kilometr. Düzdür. Həmin o dəmir yolun çəkilməsi ilə Nuray, Azərbaycan dəmir yolları hara qədər uzandı? Heç də Qaradəniz sahillərinə qədər uzandı. Bakı-Tiflis dəmir yoluna birləşdi. Bəs yaxşı, Məişət kondisionerlər zavodu neçənci ildə idi? Mənəsiz. Bəli. 1975-ci ildə. 75-ci ildə bir də dedik ki, hansı təşkilat işə düşdü? Avropada yaranan təşkilat yeni qurum. Bəli, ATəm fəaliyyətə başlamışdı. Sonra Ağdam Xankəndi dəmir yolu 1979. düzdür. Uşaqlar 79-cu ildə SSR Əfqanistana qoşun yeridib həm də. 79. Bir də keçək buradan Dərin Dəniz Özürlər Zavodu neçənci ildə idi? 1980. 6. 86. 86-cı ildə hansı dəmir yolu işə düşdü? Yevlax Balakən. Doğrudur, Yevlax Balakən, doğrudur. Ülfət, Azərbaycan yaxşı danış. Azərbaycanda alkoqolizmə qarşı mübarizə 1985-də. 85-ci ildə idi, düzdür. Alkoqolizmə qarşı mübarizədə Azərbaycanda hansı sahəyə böyük bir zərbə vuruldu? Üzümçülük sahəsi və gəzişlə bağlanır. Doğrudur. Üzümçülük üzrə Azərbaycan Heydər Əliyevin dövründə neçənci yerdə idi? Birinci yerdə idi. Düzdür. Görsən, gətirib bağladılar ki, niyə üzümçülük, niyə şərabçılıq inkişaf eləsin ki? Üzüm bağlarını məhv elədilər. Doğrudur. Bunu oldu alkoqolizmə qarşı mübarizə. Yenidən qurma siyasətinin müəllifi kim idi? Mikhail Gorbaçov. Doğrudur. Mikhail Gorbaçov uşaqlar 85-ci ildə hakimiyyətə gəldikdən sonra neynədim? Say, yadınıza saxlayırsınız. Sürətləndirmə, aşkarlıq, yenidən qurma deyilən konsepsiyalar irəli sürdü. Bu dövr ərzində niyə qolunu söylədin axı? Neynədi? Bundan da SSR-in dağılmasının qarşısını almaq istəyirdi, amma daha da sürətləndi. Xalq Deputatlar Sovetində neçənci ildə azad seçkilər, alternativ seçkilər keçirildi? Bunun dövründə Bəli, burada oxuyubsan, dərsin sonunda. 1987-dir. 89-cu ildə idi, 1989-cu ildə. SSR Əfqanistandan qoşununu çıxardığı ildə. 1989-cu ildə, Berlin sədrinin söküldüyü ildə. Bunlar yadımızda qaldı uşaqlar. Sonra başqa nələrimiz qaldı buradan? Aysu deyil, yadında qaldı. İndi Aysu, bir-iki dərs sonra sual verəcəm, bilməyəsən. Uşaqlar, bu dərsimizin sonunda, yəni elə çətin dərs deyil. Ta sonuna buradan Cənubi Azərbaycan, bunu qalsın, bunu sonra soruşacağım. Buradan ekran yazmasını dayandıraq.